Herkese salam, kanalıma xoş gəlmisiniz. Yeni blogumda sizi görməyə çox şadım. Ümid edirəm ki, hər birinizin halı yaxşıdır. Mənim də hər şeyim çox gözəldir, şükür Allaha. Bugün şəhər bloqu çəkirik. Nikolla gəzintidən qayıtdıq. Su prosedurlarımızı etdik və səhər yeməyi yedik. İndi isə eyvana çıxmışam ki, həm həyəti, həm də eyvanı səliqəyə salım. Biz şəhərdə olmayanda güclü külək əsmişdi və həyət biraz zibillənmişdi. Amma mən təmizliyi ona görə etmirəm ki, məcburiyyət var. Sadəcə özümün istəyi var deyə edirəm. Çoxdan özümü ev işinə məcbur etməyi dayandırmışam. Nə özümü inandırıram, nə də məcbur edirəm. Sadəcə ürəyim istəyəndə görürəm. Və fərqinə vardım ki, elə o vaxt işin keyfiyyəti də tamam başqa olur. İşə həm ruh, həm də sevgi qatırsan. Əvvəlcə eyvanı və həyəti süpürəcəm. Paralel olaraq güllərin qurumuş yarpaqlarını təmizləyəcəm. Sonra isə gülləri, eyvanı və həyəti bol-bol sulayacağam. Mən indi işləyəcəm. Siz isə rahat əyləşin və məni izləyin. Bəlkə də sizi də ev işlərinə motivasiya edərəm. Və burada bir izləyicimin şərhinə cavab vermək istəyirəm. O yazır ki, tək qalmaqdan qorxur. Qızı artıq ailə qurub, oğlu isə hərbçidir və evə çox nadir hallarda gəlir. Bu xanım dəstək istəyir. Açığı nədən qorxduğunu tam anlamadım. Amma yenə də çalışacağam, onu ruhlandırım. Düşünürəm ki, siz də öz şərhlərinizlə bu mövzuda mənə dəstək olarsınız. Əziz rəfiqəm, mən sizi çox yaxşı anlayıram. Uşaqlar böyüyəndə artıq hərəsinin öz həyatı, öz qayğıları olur. Ananın qəlbi isə istər-istəməz darıxır. Qızınız ailə qurub, oğlunuz xidmətdədir və evə nadir hallarda gəlir. Təbii ki, evdə tək qalmaq sizə çətin gəlir. Bu çox normal bir hissdir və buna görə özünüzü günahlandırmamalısınız. Amma unutmayın ki, siz tək deyilsiniz. Uşaqlar yanınızda fiziki olaraq olmasa da, onlara olan sevginiz heç nə ilə qırıla bilməyəcək möhkəm bir bağdır. Və bir də sizin biz varıq. Bizim kiçik onlayn ailəmiz. Burada həmişə fikirlərinizi, hisslərinizi bölüşə bilərsiniz. Biz sizi eşidirik və yanınızdayıq. Özünüz üçün kiçik sevinç mənbələri tapmağa çalışın. Səhər gəzintisi, əl işləri, kitab oxumaq, güllərə qulluq etmək və ya sadəcə gündəlik yazmaq. Bunlar övladların varlığını əvəz etməsə də, qəlbinizi istiliklə doldurar. Çox kömək edən başqa bir şey də öz çevrənizi tapmaqdır. Qonşu, rəfiqə və ya elə buradakı şərhlərdə dostluq etmək. Əsas odur ki, ürəyinizdəki sözləri bölüşə biləcəyiniz bir məkan olsun. Bizimlə bu hisslərinizi səmimi şəkildə paylaşdığınız üçün sizə böyük təşəkkür edirəm. Daxildə olanı dilə gətirmək böyük cəsarətdir. Mən ürəkdən inanıram ki, qarşıda sizi yeni sevinclər və yeni güc gözləyir. Və xahiş edirəm, unutmayın, siz heç vaxt tək deyilsiniz. Əzizlərim, sizinlə biraz ürək söhbəti etmək istəyirəm. Biz valideynlər üçün çox vacib bir həqiqəti anlamaq lazımdır. Bir gün övladlarımız öz yolları ilə gedəcəklər. Onların öz ailəsi, öz qayğıları, öz həyat ritmi olacaq. Biz onları daim yanımızda saxlaya, ətəyimizə bağlaya bilmərik və bağlamamalıyıq da. Əgər bunu etsək, deməli onların öz həyatlarını yaşamaqlarına mane olarıq. Bizim vəzifəmiz isə tamamilə başqadır. Biz sakit, etibarlı bir dayaq olmalıyıq. Övladlarımızın həqiqətən yardıma ehtiyacı olduğu anda çiynimizi onlara dayaq etmək üçün gərəkli yerdə olaq. Hər işlərinə qarışmaq yox.
onların yoluna mane olmamaq, sadəcə istilik, sevgi və dəstək üçün sığınacaqları ünvan olmaqdır. Və bir şeyi də unutmayaq. Əgər bizim övladlarımız varsa, deməli biz heç vaxt tək deyilik. Onlar indi yanımızda olmasa da, zənglər az olsa da, görüşlər tez-tez baş verməsə də, valideynlə övlad arasındakı bağ möhkəm, görünməz, amma çox real bir körpüdür. O körpü həmişə var, məsafədən asılı olmayaraq. Gəlin övladlarımızın müstəqilliyinə sevinməyi, onların seçimləri ilə fəxr etməyi öyrənək. Eyni zamanda öz həyatımızda da sevinç və mənalar tapaq. Çünki xoşbəxt bir ana və ya ata övlad üçün də ən böyük dəstəkdir. Bir şeyi də anlamaq çox önəmlidir. Övladlarımızın səhvləri ilk növbədə bizim səhvlərimizdir. Əgər valideynlə uşaq arasında anlaşılmazlıq yaranırsa, bunun məsuliyyəti böyüyün, yəni valideynin üzərinə düşür. Çünki həyat təcrübəmiz daha zəngindir. Biz həyatı onlardan daha yaxşı tanıyırıq. Deməli, övladlarımızla ünsiyyətdə çevik, səbirli və çox ehtiyatlı olmağımız lazımdır. Uşağın dünyası çox həssas və kövrəkdir. Biz isə onlara bu dünyanı yaratmaqda, qurmaqda və möhkəmləndirməkdə kömək etməliyik. Mən həmişə belə düşünmüşəm və düşünəcəm. Valideynlə övlad arasında yaranan münaqişədə əsas məsuliyyət valideynin üzərindədir. Çünki böyüyün vəzifəsi daha müdrik və diqqətli olmaqdır. Əgər biz hər şeyi düzgün etsək, sevgi, anlayış və hörmətlə yanaşsaq, onda evimizin divarları arasında tək qalsaq belə heç vaxt özümüzü tənha hiss etməyəcəyik. Çünki övladlarımızla olan isti və canlı bağ ruhumuza heç vaxt boşluq hissini buraxmayacaq.
Balkonda və həyətdə işlərimi bitirdim. Özümə biraz əl gəzdirdim və işlərimin dalınca çıxdım. Əvvəlcə banka girdim. Qaz sayğacı üçün dövlət rüsumunu ödəmək lazım idi. Sonra kafeyə baş çəkdim. Çünki artıq mənim kofe vaxtım idi. Özümə latte sifariş etdim. Deserdə isə chia puding götürdüm. Daha sonra Cüskə yol aldım. Oradan bir-iki şeyə baxmaq istərdim. Açığı, bu mağazalar məni rahat buraxmır. Elə bilirəm ki, hər həftə ora girməliyəm və tam əminəm ki, mənə oradan nəsə mütləq lazımdır. Özümü saxlaya bilmirəm. Cüskdən əliboş çıxmaq mənim üçün mümkün deyil. Bax, belə də yaşayırıq. İndi mən musiqini qoşuram. Siz də rəflərdəki mallara göz gəzdirin. Bəlkə nəsə xoşunuza gəldi.
Artıq evə qayıtmışam. Nikolka məni görəndə sevincini gizlətməyə çalışır. Amma quyruğuna baxanda hissləri çox aydın görünür. Belə. Dediyim kimi, mən bu mağazadan heç vaxt əli boş çıxmıram. Şəhər evim üçün yataq örtüyü aldım. Örtük çox gözəl, dərin yaşıl rəngdədir və materialı da toxunuşa inanılmaz xoşdur. Üstəlik 200-lüdür. Əhval-ruhiyyəmə görə bir tərəfi ilə də, digər tərəfi ilə də yatağı sərmək olur. Alışımdan çox razı qaldım. Amma bu hələ hamısı deyil. Bağ evi üçün də bir şey aldım. Onu maşında saxladım. Açılışı isə bağ evində olacaq. Siz isə bunu növbəti vloqda görəcəksiniz inşallah. Axşam gecəyə yaxın biz bağ evinə gəldik. Yolda mağazaya da baş çəkdik və indi sizə aldıqlarımızı göstərəcəm. 4 ədəd toyuq budu və 2 ədəd toyuq filesi götürdüm. Sonra bir paket qazaq kartofu aldım. Kartof xırdadır. Sabah görək ondan nə bişirəcəm. Ola bilsin ki, qızardım. Axırıncı dəfə qızardılmış kartof nə vaxt yemişəm, xatırlamıram. Sonra iceberg salatı, 2 biber, biri sarı, biri qırmızı paprikadır. Həmçinin 3 ədəd kiçik bolqar biberi aldım. Bundan başqa 10 dənə yumurta götürdüm. Azər Süd firmasından bəyaz pendir aldım. Bu əslində bizim brınzadır. Brest-Litovsk firmasından isə Mazdan pendiri götürdüm. Çörək olaraq Ivanovka qara çörəyi seçdim və nəhayət Çiko firmasından 2 paket duzlu günə baxın tutumu aldım. Dadı doğrudan da çox gözəldir. İndi məhsulları yerbəyer edəcəm və biz artıq yuxuya hazırlaşacağıq. Burada isə sizə böyük təşəkkürümü bildirmək istəyirəm. Videolarımı axıra qədər izlədiyiniz üçün. Abunə olmağı unutmayın, çünki qarşımızda hələ çox maraqlı videolar var. Yeni videoları qaçırmamaq üçün zəng işarəsinə də basın. Like'larınıza, xoş şərhlərinizə və dəstəyinizə görə çox sağ olun. Siz var olduğunuz üçün minnətdaram. Sizinlə idilər rəfiqələriniz Ruqiyyə və Nikol. Hamınızı möhkəm qucaqladım. Hələlik.